Həmin dövrdə Azərbaycanda ərəb hökmranlığına qarşı mübarizə son dərəcə güclənmişdi. Xalqın bərabərliyinə çalışan və el arasında pərəstiş qazanan Xürrəmilər üsyana rəhbərlik edirdilər. 816-cı ildə Cənubi Azərbaycanın Bilalabad şəhərindən çıxmış Babək bu mübarizənin başında durdu. Babək hərəkatı Azərbaycan xalqının qəhrəmanlıq səhifəsidir. Xalq sübut edə bildi ki, o vətən dediyi torpağı əkib becərdiyi kimi qorumağı da bacarır. Xürrəmilər xilafətin 6 nəhəng ordusunu darmadağın etdilər. 9-cu əsrin 30-cu illərində bütün Azərbaycan üsyançıların əlində idi. Ərəb tarixçisi Əl-Məsudi yazır, Babək hərəkatı görünməmiş vüsət aldı. Onun nüfuzu çox böyük idi. Ordusunun sayı o qədər artmışdı ki, Abbasilər taxt-tacının özünü belə təhlükə qarşısında qoymuşdu. Fəqət bütün hərbi qüvvələrini səfərbərliyə alan nəhəng imperiya üsyanı yatırmağa özündə güc tapa bildi. Babək 838-ci ildə yanvarın 4-də edam olundu. Bununla belə Xürrəmilər hərəkatı işğal olunmuş torpaqlarda xilafətin hakimiyyətini sarsıtdı və 9-cu əsrin sonluğunda Azərbaycanda müstəqil feodal dövlət yarandı. Bu qala divarları qanlı döyüşlərin şahidi olmuşdu. Bəlkə də elə Babəkin son sığınacaq yeri də bu qala olmuşdu. Deyilənlərə görə o, ərəblər tərəfindən Şimali Azərbaycandakı qalalardan birində ələ keçmişdir. Doqquzuncu, 10-cu əsrlərdə Azərbaycanda yaranmış feodal dövlətləri bir-birini əvəz edir. Paytaxtı Ərdəbil sayılan Səccalilər dövləti 957-ci ilədək mövcud olmuşdu. Sonra onu Salarilər əvəz edir. Sonra paytaxtı Təbriz olan Rəvvadilər və paytaxtı Gəncə sayılan Şəddadilər dövlətləri əmələ gəlir. 983-cü ildə Naxçıvanşah dövləti yaranır. Şirvanşahlar dövləti isə daha çox 16-cı əsrədək yaşayır. Bu dövlətlərdən hər birinin öz ordusu və inzibati idarə üsulu olmuş, hər dövlət öz sikkələrini zərb etmişdi. Gülüstan qalası Şirvanşahlar dövlətinin alınmaz istehkamlarından biri olmuşdu. Şirvanşahlar dövlətinin paytaxtı Şamaxının bir neçə kilometrliyində yerləşən bu qala əslində dövlət başçılarının ikinci iqamətgahı sayılırdı. Dövlət xəzinəsi burada saxlanırdı. İlk Şirvan şahı Yazid Əş-Şeybani 799-cu ildə taxta çıxmışdı. Sonuncu 44-cü şah Əbubəkir Mirzənin hakimiyyəti 1583-cü ildə başa çatmışdı. Şirvanşahlar dövləti 700 il yaşadı. Orta əsrlərin amansız müharibələrində Şirvan hökümdarları öz dövlətlərini qoruya bildilər. Zəlzələ Şirvandakı şəhər və qalaları yerlə yeksan edir. Ancaq Şirvanlılar onu yenidən ucaldır. Öz dövlətlərini bütün bəlalardan müdafiə edirdilər. Onlar Bakını ikinci paytaxta və Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevirdilər. Şirvanlılar uzaq və güclü dövlətlərə xərac verməklə onların hədəsindən uzaq olurdular. Yeri gəldikdə qonşu dövlətlərlə vuruşur, daha sonra barışır, doğmalaşır və yenidən vuruşurdular. Vətənin məhv olmaq təhlükəsi gələndə isə cəsarətlə ölüm-dirim savaşına dururdular. Qərinələr əsrlər ötdükcə Səlcuqların, Xulaquylərin, Teymurilərin qüdrətli dövlətləri yer üzündən silinib gedirdilər. Şirvanşahlar isə öz ömrünü davam etdirirdi. Şamaxı şəhəri Xaqani, Fələki kimi dahi şairlərin vətəni olmuşdu. Bu dağın ətəklərindəki məhəllələrdə bütün şərqin tanınmış alimləri, münəccimləri, həkimləri yaşayıb yaratmışlar. Təbiətin amansız qüvvələri və tarixin keşməkeşləri Şamaxı rayonundakı bütün abidələri dağıtmışdı. Bununla belə, ölkənin digər vilayətlərində Azərbaycan milli memarlıq sənətinin nadir nümunələri qorunub saxlanmışdı.
Azərbaycanın qədim şəhərlərindən olan Naxçıvanın qala divarlarından yalnız bu gördüklərimiz qalmışdı. Naxçıvan müxtəlif dövrlərdə Azərbaycanın qədim dövlətləri, Naxçıvan şahın, Eldəgizlərin paytaxtı olmuşdu. 1255-ci ildə Naxçıvana gəlmiş Fransalı rahib Guillaume de Roubaix yazır ki, Monqolistana səyahətdən qayıdarkən Nakus, Naxçıvan şəhərinə gəlib çıxır. Bu böyük və gözəl şəhər hansı bir şahlığınsa paytaxtı olmuş, ancaq müharibələr onu yerlə yeksan edərək səhraya çevirmişlər. Sonralar Naxçıvanlılar öz şəhərlərini yenidən ucaldırlar. Yeni şəhər daha böyük və gözəl idi. 17-ci əsrdə Naxçıvanda olmuş türk səyyahı Övliya Çələbi yazır ki, o şəhərdə 100 məscid, 33 minarə, 20 karvansaray, 1000 meyxanə, onlarla hamam görmüşdü. Onlardan bizə yalnız 2 məqbərə gəlib çatmışdı. Barlı bəhərli deyil bütün şəhərlər, ancaq bəziləri havasıyla, torpağıyla, bərəkətilə seçilə bilər. Gəncə də Arranda bir xəzinədir. Həmdullah Qəzvini bu misraları orta əsrlərdə Azərbaycanın ən böyük şəhərlərindən olan Gəncəyə həsr etmişdi. 12-13-cü əsrlərdə Gəncə yalnız Azərbaycanda yox, eləcə də dünyada ən iri şəhərlərdən olmuşdu. Həmin dövrdə onun əhalisi yarım milyonu ötürdü. Zəlzələlər və işğalçı yürüşlər qədim Gəncəni dəfələrlə dağıtmışdı. Vaxtilə Azərbaycanda ən möhtəşəm və əzəmətli müdafiə qurğularından sayılan Gəncə qalasından bugünümüzə onun yalnız özülü gəlib çatmışdı. Zəlzələni öz gözləri ilə görmüş Gəncə sakini, Alban tarixçisi, hüquqşünas Qoş həmin dəhşətləri belə təsvir edir. 1139-cu il sentyabrın 30-da cümə günündən şənbəyə keçən gecə ilahinin bizə qəzəbi tutdu. Yerin hiddəti, qüvvətli dağıntı Albaniya torpağına da əl uzatdı. Torpaq Gəncəni əhalisi ilə birlikdə qoynuna aldı. Yalnız şəhərdə həlak olanların sayı 300 minə çatırdı. Şəhər xarabalıqlar arasından yenidən yüksəldi və keçmiş şöhrətini qaytardı. Vətəninə hədsiz dərəcədə sədaqətli olan, bir dəfə də olsun onu tərk etməyən böyük Nizami bu divarların arasındakı şəhərdə yaşayıb yaratmışdı. Bura bir çox şair və alimlərin vətəni olmuşdu. Əslində qədim Gəncə məhz öz təmtərağına, dəbdəbəsinə görə arası kəsilməyən hücumlara məruz qalmış və nəhayət yer üzündən silinmişdi. Sonralar şəhər 15-16-cı əsrlərdə bu divarlardan 5 kilometr aralıda dirçəlməyə başlayır. Tarixçilərin məlumatlarına görə Gəncəlilər yayı müasir Hacı kəndin yaxınlığındakı güllü çiçəkli Xiraqdağın ətəklərində keçirirdilər. Yayda bu yerlərin gözəl havası olur. Burada hər ailənin öz bağı var. İstilər yatana dək Gəncəlilər burada yaşayırdılar. Gəncə zadəganları burada gözəl evlər tikdirmişdilər. Zaqatala rayonundakı Xəngəldağda yerləşir.
16-cı əsrdə atəşpərəstlər tikmişlər. Orta əsrlərin son illərinədək Azərbaycanın ayrı-ayrı rayonlarında oda sitayiş davam edirdi. Bu ibadətgah isə Qaxdadır. Orta əsrlərdə inşa edilmişdi. Azərbaycanın dağlıq rayonlarında xristianlığın hələ də qalmasına baxmayaraq, 10-cu əsrdə İslam ölkənin əsas dini sayılırdı. Zaman keçdikcə Albaniyada xristianlar, Azərbadaqanda atəşpərəstlər müsəlmanlığı qəbul edəcəklər. Ölkənin cənub hissəsi sayılan Azərbadaqan Azərbaycan kimi səslənəcək.